Ulduz nə parıldayır? Aspirantdır. Bəli, disertasiya yazır. Disertasiyanın mədəni bax buradadır. Sən məni nə bilmirsən? Yaza bilərsin, yoldaş Gülümsərov. Niyə yaza bilmirəm? Dünən institutu qurtaran disertasiya yazır. 5 il zavxoz, 10 il müdir müavin işləyirəm. Yaza bilmərəm. Yaza bilərsiniz. Amma neyniyim? Vaxtım yoxdur. Böyle bir yandan təmir, bir yandan təmin, yataqxana. Eybi yoxdur. Kalfoza geçsem mən özümü onlara göstərərəm. Möhsin, beynimdə yeni bir fikir qaynayır. Heç kəsin ağlına gəlməz. Yeni bir meyve yetiştirəcəyəm. Yox aşiz. Yeni meyve? Hə. Dadı necə olacaq? Dadı? Dadı... Turşa şirin. Turşa şirin? Bəs necə satılacaq? Kiloyla, yoxsa dənə-dənə? Bunun nə dəxli var? Yaz! Buyurun. Hələ yazma dayan. Mənim əmrimi zavxoz Məmmədə yetir. Bəli, 10 kilo limon, 10 kilo limon. 10 kilo da mandarin alsın. Başa düşdün? Başa çıxdım, yoldaş Gülümsərov. Möhsin, Bəli. bir də yaxşı bax gör. Ulduz nədən yazır? Ehtiyat yox ha. Öz aramızda. Başa düşdün? Buyurun. Bizə 4 dənə mandarin verin. Mandarin yoxdur. Necə yoxdur? Bəs onlar nədir? Satılıb. Başa düşdün? Heç nə başa düşmədim. Bu qədər limonla mandarini neyniyir? Bədənini limonlaşdırmaq istəyir. Necə, nə istəyir? Məncə limonla mandarini biri-birinə calaşdırmaq istəyir. Nə istəyir? Bu görülməmiş bir meyvə olacaq. Adı da olacaq... Limandıra. Limandıra? Ha. Onları qarında çalışdıracaq. Hələlik qarnında. Vay mənim halıma. Düşəcəyim feklərin canına. Kəndə geçsəydik, dərd-i sərdən qurtarardıq. Sakit bir güşədə dincələrdik. Hə, sərin sular, yaşıl çəmənlər, qaranquşlar, bənövşələr. Göllər, balıqlar, kavab bulaq başında. Ye kökər, əninlə uzunun bərabər olsun. Bir yanda da sonalar, nazəninlər.